Salam əziz tamaşaçılar, sizinlə Misra verilişinin növbəti buraxılışında görüşməyimizə şadıq. Həm də ona görə şadıq ki, mübarək Ramazan ayında görüşürük. Bu mübarək ayda adətən irfani və dini şeirlərlə bağlı danışırıq. Bu gün də klassik ədəbiyyatda irfan mövzusunda danışacağıq. Mübarək ayda mübarək bir qonağımız var, gözəl şair, ruhani ustadımız Axund Azər Sani. Xoş gəlmisiniz Azər. Təşəkkür edirəm. Təşəkkür ederim. Sağ olun, Allah razı olsun. Çox sağ olun. İrfan mövzusu genişdir, klassik ədəbiyyatda irfan. Bacardığımız qədər konkret nüanslara çalışacağam toxunaq. Bu vaxta qədər ən mübahisəli mövzulardan biri zöhd və eşq mövzusu olub. Bunu hər cür istifadə ediblər. Hətta Sovet dövrü öz ideologiyasına görə də bundan istifadə edib. Arif şairlərin, irfani şeir yazanların zahidlərdən istədiyi, yəni zahidi tənqid etmə səbəbləri. Çünki hədislərə baxanda görürük ki, zahid yaxşı bir şeydir. Zöhd də yaxşı bir şeydir. Bəs irfani şeirlərdə niyə bu münasibətin əksini görürük? Tənqid olunur. Zöhd var, bir eşq var. Zöhd mövzusu budur ki, insanın dünya neymətlərindən yox, ona bağlılıqdan azad olması. Bir var, neymətlərdən imtina eləyirsən. Yox, neymətdən imtina eləməzlər. Neymət gözəldir. Bağlılıqdan imtina eləyərlər. Zöhd məktəbi budur ki, insanın dünya ilə olan bağlarının qırılması. Bu zöhd məktəbidir. Bu da elə bir məsələdir ki, bu işdə insan, bu onun əvvəlidir, işin əvvəlidir. Sən gerək dünya ilə bağlarını qırasan ki, yuxarıya qalxasan. Çünki insan, hədislərdə var da, yer məxluqudur, o göylər üçün yaranıb, yuxarı qalxmaqsan. Yaxşı, yuxarı qalxmaq üçün təyyarəni dəmirdən düzəlmirlər, duraluminiumdan düzəltirlər ki, o yüngül materialda yuxarı qalxsın. İndi sən tutalım duraluminiumu tapmısan, düzəltmirsən, amma ki, məqsəd bir dənə alüminium tapmaq deyil, yuxarı qalxmaqdır. Yəni, dünya neymətlərindən qırıldın, zahid olaraq qaldın. Bu yaramır, gerək yuxarı qalxasan. Dünənindən bugünün bərabərdirsə, sən ziyandasan. Get-gedə yuxarı qalxma. Aşıq ondan bir pillə yuxarıdır. Bu hədislərdə də görsənir. Mən tələbəni, vəcədəni, mən vəcədəni, arəfəni, mən arəfəni, aşaqəni. Ki, bunlar kim məni tapsa, kim məni axtarsa məni tapar, kim tapsa məni tanıyar, arəfəni, irfan, arif, bilirsən də ondandır. Mən arəfəni, aşaqəni, kim məni tanısa o mənə aşıq olar, məni görən məni sevər. Hüsnün olduqca füzun eşq əhli artıq zar olur. Hüsnü hər miqdar olursa, eşq ol miqdar olur. Zöhdün özünü pisləməzlər. Zöhdün özünü pisləmək buna bənzəyir ki, məsəl üçün, hansısa bir təyyarənin materialını bəyənmirsən. Bu dəmirdən olmalıdır. Yox, elə deyil. Bunu ancaq sürən, pilotu sən deyərsən ki, bu düzgün sürmür, bu yaxşı sürmədi. Bunu deyə bilərsən, zahid odur. Amma zöhd özü isə nədir? Yerdən qırılmaqdır. Və zöhdü də heç kəs pisləməyib. Bir beyt var Füzulidə ki, zöhdüdən keçməz Füzuli, eyləməz tərki riya, hər nə qədəri pənd verdim, pənd, yəni nəsihət. Ağrısızdır, ağrısız. Orada zöhddən keçmək, əl çəkmək mənasında deyil. Keçmək iki mənası var. Bir əl çəkmək, bir də var keçmək, məktəbi keçmək. Füzuli orada deyir ki, zöhd məktəbini keçməsən, riyanı tərk eləməyəcəksən. Gərək zöhdün məktəbini düzgün keçəsən. Zahid riyakardırsa demək, zöhdün məktəbini düzgün keçməyib. Riyayi, zahidi, xoşkün simaindən n'olur hasıl, xoş ol kim rind meyxarə içib camı şərab oynar. Fərqli şeylərdir bunlar. Zahid başqa, zahid həmin o dediyimiz onu sürən, idarə eləyən, ola bilsin naşı olsun, ola bilsin yaxşı sənətkar olmasın falan. Amma işin özü düzgündür. Zöhd yəni dünyanla qırılmaqdır. Amma hədəf deyil.
Hədəf dünyadan qırılmaq deyil. Hədəf məqsədə çatmaqdır. Uçub o A nöqtəsindən B nöqtəsinə oturmaqdır ki, insan doğulandan A nöqtəsindən B nöqtəsinə Allaha doğru getməlidir. Yəni onun o kursu olmalıdır ki, filan yerdə bu yolu da getməyin o mayaklar olur ki, göstərir gəlin ki, hardan getməlidir, necə. Bunun öz mayakları var. Bu 14 məsum peyğəmbər və əhl-i beyti bu yolun göstəriciləridir. Ona görə Füzuli deyir ki, gəzməyi köllüm quşi qafil fəzai eşqdə. Tüm bu səhranın güzərgahlarda 1000 səyyadı var. 50 dənə burulğan var, gəlib düşəcəksən ora-bura, öz başına gedə bilməzsən bunu. Könlünün quşuna deyir ki, eşq fəzasında sərgərdan qafil gəzməklə mütləq mayakların olmalıdır, sənə yol göstərənlər olmalıdır ki, bu yolun baniləri. Təbii ki, burada irfan məsələsidir. Əgər hələ dünyəvi eşq olsa, hələ sev özün üçün səllimi gezginən neynirsən hələ də. Baxı, burada deyir, bu konkretlik var. Hətta o məstlik, meyxanə məsələlərində də bizim başa düşdüyümüz o şərabdan getmir söhbət. Əgər bizim anladığımız dünyəvi şərab olsaydı, o insanı neynəyərdi? Ağıldan qoyardı, idrakdan saxlayardı. Amma Füzuli deyir ki, necə bir vəsvəsəyi ağıl ilə qəmnak olalım, gəlin alayişi qəmdən çıxalım, pak olalım, necə nəş'i mey tapalım. Neynəsin bizi? Ağlımızı başımızdan alsın? Yox. Nəş'i mey tapalım, qabil idrak olalım, məst mədhuşi xərabatı bibak olalım. Yəni, məsələ budur. Ki, insan bu eşqin ki yolunu gedir, zöhd bildiyi də dünyadan qırılmaqdır. Eşq nədir? Eşq sarmaşıqdır. Sarmaşığın adıdır. Ki, sarır səni, bütün nəyin var çəkir. Əsas lazım olan şey neydi? O zülalı saxlayır ki, lazım olan yerə getirsin səni. Buradan, dünyadan ayırıb, aparsın yuxarılara, sarmaşır da yuxarı qalxır, üzü yuxarı gedir. Və insan da anbaan üzü yuxarı getməlidir. Buna, məsələn, dini terminlərdə rüşd deyərlər, rüşd eləmək, yuxarı qalxmaq. Necə ki, Quran deyir, hatta beyyənə rüşd minəl qayy. Biz artıq bəyan eləmişik yuxarı qalxmaqla aşağı düşməyi. Yuxarının yollarını öyrətmişik sizə. Əleyhissalam deyirdi ki, soruşun məndən göylərin yolunu deyim sizə. Bu cəmaatı çağırırdı, gəlsə göylərin yolunu göstərim. Yuxarıya qalxmağı öyrədim sizə. Və cəmaat bunun başını mənasız müharibələrlə, nə bilim, Cəməllə, Siffeynlə, Nəhrivanla qatırdı. Zahid ona görə pislənir ki, zahidin ancaq işi dünyadan qırılmaq və məsciddə qalmaqla kifayətlənir. Bu atributlar ki var, məscid, möhür, səcdə, Füzuli deyir ki, könül səccadəyə basma, ayaq, təsbihə əl vurma, namaz əhlinə yar olma, onlarla durma, oturma. Belə bir sözü deyir, cəmaata demir onu. Sovet ədəbiyyatında bunu bir ateist ruhlu şair kimi təqdim edirdilər ki, buyursunuz, bax Füzuli nə deyir? Xeyr, Füzuli namaz qılan kişi olub, o biri mətləvlə etiqadını oxuyor, həqiqət-i süədasını oxuyulan bu kişinin. Sən görürsən ki, bu adam bir ömür Kərbəla zəvvarlarının xidmətçisi olub. Yaxşı bu sözü niyə deyir? Aşiqin sözünü deyir, özü də könül özünə müraciət. Xalqa desəydi, bəli. Deyərdim ki, bu əks təbliğat özünə deyir ki, sən yuxarı məqamın adamsan, aşağıdakılarla oturub durmayla. Sən qalxmısan 8-ci mərtəbəyə, sənin nə işin var sənin 1-ci mərtəbənin adamları ilə? Və sən onlarla oturub durmaq təkəbbürdən deyil, bu iş, təkəbbürə görə demir. Sadəcə olaraq o yuxarı qalxanda necə ki, bənzəyir nəyə? 10-cu sinifin uşağı gəlsin, 1-ci sinifin uşağının dərslikləri ilə, dərsliklərdən gedir söhbət. Əgər ibadətə qalsa, hələ bir ki, elmdirsə, 1-ci sinifin dərsliyi elmdir, 10-cu sinifin də dərsliyi elmdir. Amma o hara, bu hara, o nöqteyi nəzərdəndir ki, özümü bu aşağıya salmayla irfanda yalnız yuxarıya getmək var. Ali məktəbdə oxuyan, gəlib orta məktəbdə oxuyan adamla elmi bəhs eləsə ayıb olar. Ged öz həmtayınla, öz hərif deyərlər də, öz həmtayınla mübahisə elə. Ranquzeyn olsun da mübahisədə. Onda deyərəm ki, yoxsa ki, sənin aşağıda nə işin var?
Məcnun İrfanın o yuxarı təbəqəsində olanda Leylinin əri İbn Salam ölür, bu da iddisi çıxır. Gedirlər səhrada rastlaşırlar, uzun məsələdir, yəni mən qısa deyirəm. Rastlaşırlar, Leyli təklif edir ona ki, mənim üçün ölüb düşmürdün çöllərə. Mən canımı tutum əliyimə ki, al, sən durmayasan ayağa filhal. Məcnun nə deyir ona? Deyir, əvvəl bu işi qılanda bünyad başlayanda. Mən tiflidümü zəmanə ustad. Qılmışdı məni sənə müqayyəd bağlamışdı. Güya oxudurdu dərsi əbcəd. Əbcəd dərsi oxudur. Bir yerdə oxuyublar. Şimdi bulubam kamal hasil əbcəd səbəqini oxur mu kamil? Mən də oradan düşüm tezdən aşağı o vüsalın dərdini çəkeyim. Deməli, irfan məsələlərində yuxarı qalxmaq var. Dünənindən bugünün bərabər olmasın. O ki, qaldı ələ aşağı düşmək. O nöqteyi nəzərdən təbii ki, zahid pislənir. Zöhd yox. Zöhd bir məktəbdir ki, onu keçmək lazımdır. Keçməklə, o keçməklə bu keçmək niyə görə bir-birinə yaxındır? Bir maraqlı bir şey deyim sənə. Əl çəkmək var, keçmək. Bir var keçmək. Əl çəkməsən, keçə bilməyəcəksən. Bəzi şeylərdən əl çəkməlisən ki, bəzi yerləri keçəsən. Hər iki məna özünü doğrulur. Bəli, o görürsən raket göyə qalxır. Əvvəl bir hissəsini buraxdı. Müəyyən yerə çatanayacaq bir hiss. Aşağıda lazım idi o buraxdığı hissə. Ancaq indi bu məndən lazımdır da, buna ağırlıq eləyir. Ona nəfi maəda deyirlər də. Artıq nə var, özündən uzaqlaşdırırsan. Budur məsələn, indi duraq deyə bu təkəbbürlüdür. Bunu təkəbbür neynəsin bunun üçün? Bu bunu atmalıdır ki, lazım olan hədəfə getsin. Yerin cazibəsindən. Bəli, ona görə Füzuli Allah rəhmət etsin. Əgər ki, iynə tək keçsən cahanın cümlə varından. Sözün misranın böyüklüyünə bax bir dənə. İynə necə keçir? Görürsən, parçadan keçəndə iynə. Əgər iynənin ətrafında bir bağlantı olsa, ilişər parçanı cırar. Gərək şumal kimi olsun, aləmi bəzər özü lütgəzər. Yəni, hər şeydən keçib, iynə kimi qalıb, o parçanın, o iplərin arasından keçmək üçün şumal olmalıdır. Hər şeyi buraxmalıdır ki, keçsin. Deyir, əgər ki, iynə tək keçsəm, cahanın cümlə varından, deyir, hənuz ardımcadır, qeydi təəlluq zülfütarından. Qara saçından mütləq bir dənə əlaqə mənim dalımızdan gəlir. İynənin dayıcan ip gəlir axı. Ki, yenə də bir bağlantı olmalıdır da. Tamam bağlantı qırılmamalıdır. Amma o bağlantı da mənəvi bağlantı olmalıdır. Tük qədər bağlantı olmalıdır ki, axırda o rahatçılıqla qırılsın ki, öylə zəif qıl tənimi firqətündə ki, mümkün ola vəslüvə yetirmək səba məni. Ya Rab, bəlaya eşq ilə, qıl aşina mən orada deyir Füzuli. Yəni, irfan budur ki, yuxarı qalxmaq. Zahid bunun birinci pilləsidir, birinci mərtəbəsidir. Ona görə, nə vaxt aşiq zahidi bəyənmir? O vaxt aşiq zahidi bəyənmir ki, artıq zahid, onlar başqa-başqa məqamın adamlardılar. Onun ilə bunun söhbəti heç vaxt tutmaz. Bu tamam başqa şeydən danışır. Onun sonu məscid hər şeydən gözəldir. Amma bu yuxarı qalxan adam isə artıq çıxıb məsciddən meyxanə axtarır. Meyxanə yəni məna aləmini axtarır. Meyxanə məna aləmidir. Niyə görə? Çünki meydir. Mey süzürlər bir qaba. Qab nə üçün yaranıb? Maye süzülsün də onun içinə də. Dünya o qab misalındadır. Onunsa mayası var, mayesi var, əsası var. Onun əsası məsəl üçün biz deyirik ki, 14 məsumdur onun mənası. Yəni məktəbdən məqsəd nədir? Alim yetişdirmək. Məktəbdə neçə min adam oxuyursa oxusun, alim az olur. Məktəbin də məqsədi o alimləri yetişdirmək idi. Ona görə deyirlər, dünya bunlar üçün yaranıb ki, məqsəd bu cür adamların yetişməsidir. Yoxsa ki, dünya bunlar üçün, biz onda nədir bu, əşyayıq onda? Yox, məsələ o deyil. Yəni ki, məktəb məgər fərqi qoyur şagirdlərə? Yox, qoymur. Çalış işlə sən də alim ol. Bundan gedim, mən misal kimi çəkirəm bunu. Və
Zahid üçün aşağıda şəriət o atributları, filan məscid, filan Seyyid Əzim nə deyir? Deyir ki, ey zahidi bizövqü o məscid ki, sənin var olsaydı mənim, mən onu meyxana edərdim. Amma hələ ki bu yolu yuxarı qalxır, zahidi bəyənmir. Elə ki gəldi, çatdı o lazım olan məqama, oldu həqiqət əhli. Onun üçün artıq ayıbdır məscidlə meyxana arasında fərq qoymaq. Nəsimi deyir ki, əhli haqq fərq etmədi məscidləri meyxanədən. Füzuli nə deyir? Füzuli deyir ki, fərq qılmışsan Füzuli məscidi meyxanədən. Səhv imiş o kimsəni biz əhli irfan bilmişiz. Biz səni arif bilirdik, sən məscidlə meyxanədə fərq görürsən. Yox, həqiqət əhli üçün elə bir məsələdir ki, fərqi yoxdur. Üzvü hara tutsan, o oradadır. O yerə çatmaq lazımdır. Amma o A nöqtəsi ilə B nöqtəsinin arasında insan cürbəcür fikirlərə düşür də. Necə? O demək deyil, insan sürüşkəndir, gah-gahıdır, ya gah belə fikirləşir, gah hələ. Ondan getmir söhbət. Sadəcə olaraq məqam fərqi var da. Bu gün mən bu məqamda idim. Bu gün bunu ağ görürdüm, qalxıram, sabah bunu qara görürəm, mümkündür. Həzrəti Yusufun köynəyi çıxıb gələndə Həzrəti Yaqub 2000 kilometrdən durdu ki, köynəyi ya hələ ya, burnuma Yusufun yiyər. O Misirdə, bu Fələstində. Hə? Biz adama deyərlər ki, 30 il bundan əvvəl 1 kilometr o yanda quyudan özünü çıxartanda bunu yeni hiss eləmirdin, hələ özüdür, hələ köynəyi deyil, özü idi. Hələ o yerdə deyildi. Ayrılıq bunu, bu 30 ilin həsrəti bunu həssas elədi. Orada hiss elədi bunu. Həm də insanın halı dəyişkən olur da. Bir gün elə bir vaxt olur ki, göyün 7-ci qatından xəbər versən. Bir də hələ vaxt olur ki, elə xırda bir yerdəki məsələ həll eləyə bilmirsən. İnsanın həyatı budur. Həzrəti Musa kimi ulul əzm peyğəmbəri Allah Teala göndərir Xızır əleyhissalamın yanına ki, o da hələ sual altındadır, bilinmir Xızır peyğəmbərdir yoxsa. O digər hikmət öyrən onunla. Fərqli baxışlar, fərqli məqamlar, hər adəmin yeri var, hər yerin öz adəmi var. Ona görə zahidlə aşiqin arasında belə ixtilaflar çox olur. Bu qədər, yəni qısa. Hikmət demişkən, Füzuli buyurur ki, hikmət dünya və mafiha bilən arif deyil. Arif oldu, bilməyər dünya və mafiha. Bilməyər dünya və mafiha nədir. Qeyd elədiniz ki, hədisə əsasən qeyd elədiniz ki, əvvəl insan axtarır, bağlılıqdan keçir, dünya nemətlərinin özündən yox, nemətə bağlılıqdan keçir. Sonra tanıyır, yəni mərifət əldə edir. Tanıyandan sonra aşiq olur. Yəni aşiqlik 3-cü mərhələdə artıq. Gəl bunu rəqəmləməyək. Çünki burada müxtəliflik var. Bəziləri deyir ki, məsələn, Allah rəhmət etsin, Əllamə Təbəətəbai deyirdi ki, biri deyir irfan, nə bilim, neçədir, biri nədir, deyir, mən bildiyim bir şey var. Bir ayağın olmalıdır nəfsin üstündə. Bir ayağında hədəfdə. Daha bu neçə mərtəbədir, nədir? Bunun yolu budur. Əgər gedən adamdırsa, adəsən 4 deyirlər də, bu şəriət, təriqət, mərifət, həqiqət filan. Əvvəl seyr-i sulukdur da bu. Demək, xəlqdən həqqə seyr əvvəl. Sonra haqqın içində həqqlə seyr. Üçüncüsü, həqqdən xəlqə seyr. Dördüncüsü, artıq xəlqin içində həqqlə. Onu da götürüb gəlirsən. Bu gedişatdır da, bu cür nə olmalıdır. Maraqlıdır ki, riya mövzusunda, məsələn, zahidə riyakar deyirlər, qeyd elədiniz ki, bu şəxsin o imici qazanmış, amma əslində zahid olmayan adamlara yönəlir həmin tənqid. Bəzi hallarda heç riyakar olmayan zahidlərə də tənqid edirlər ki, eyni mərhələdə ilişib qaldığına görə. Yox, əgər ilişib qalıbsa zahiddir də. İlişib qalırsa olur zahid. Yəni, adamın özündən asılı deyil. Həqiqi zahid olsa, özü... O həqiqi zahid zaten gedir.
gedir. Həqiqi zahidin aşiqlə nə iş var ki, aşiqə tən eləsin. Maraqlı budur ki, yenə deyirəm, zahid obrazı zahirdə tənqid edilir, düzdür? Bəli. Amma əslində zöhd yolu gözəl yoldur. Amma arif o demir də zahid deyil. Fərqi Məsələn, bilsən filan nədir? şey eləyən zahid deyil. Demir ki, deyir zahid belə elədi, düzdür? Amma Aşiq arifin üçün demir onu. arif üçün demir. Yox, aşiq üçün. Bir dənə səbr elə, onu mən sənə deyim, bax. Zahid üçün deyir. Hə? Çünki zöhd belə bir məktəbdir ki, orada riya eləyə bilərsən. Eşq elə bir şeydir ki, orada riya eləyə bilmirsən. Niyə? Səbəbi nədir? Çünki nə qədər ki, zöhddəsən, ağlın boşundadır. Bax, riyadır, kizbidir, kizbi yalandır, riya ikiyüzlülükdir, məkr hiylədir, bilirsən. Bunlar hamısı harda var? Bu ancaq zöhd məktəbində var, mümkün. Niyə o da var? Çünki ağlı işlədirsən, aha bunu belə eləməyim, belə eləyim, bu cür eləməyim, bu cür eləyim, ağıl var. O xar ki, qalxsa aşıq olursan, onda da ağıl gedir işin nazır. Görmürsən ki, ya biri birinə aşıq olanda heç cür gizlədə bilmir, nə baxışını, nə hərəkətini filan. Artıq eşq ağla güc gəlir. Ona görə rəhmətli Füzuli deyir ki, çün məkrlə qeys bəd sərəncam, bədbaxt qeys məkr hiylə ilə bir neçə zaman keçirtdi əyyam. Leyli ilə bir yerdə oxuyurlar, bir tər riyanla, filanla yola verir dedi. Üstünü örtürdü bilinməsin eşqi. Çün məkrlə, yəni hiylə ilə qeys bəd sərəncam, bir neçə zaman keçirdi əyyam. Tədbirlə eşq zövqü verməz. Tədbir tökə bilmir, axı eşq artdıqca. Tədbir ilə eşq zövqü verməz. Tədbir diyarı eşqə girməz. Eşq ilə riya deyil müvafiq. Rüsva gərək həmişə aşiq. Dildən dilə düşdü bu fəsanə, car oldu bu macəra cəhanə. Kim qeys olub əsir leyli dəğı salmış ona meyli. Məcnun necə dəl oldu, yəni biabır oldu, rüsva oldu, yəni qeys idi, döndü məcnun oldu. Nəyə görə? Çünki onu yığıb yığışdıra bilmədi. Eşqdə riyakarlıq eləyə bilmirsən. Sevirsənsə sevirsən, sevmirsən də sevmirsən. Söhbət eşqdən gedir, ha, kimsə aldatmaqdan getmir, məsələ başqa şeydir. Yəni, aşiqin gözündən axıdan yaş, cananın kim olduğun qılar faş. Yəni, aşığın hər halından onun sevgisi bilinər. Bir zahid, bir alim, deyək də, bir aşıq. Hələ bir ki, zahiddir, arifdir, aşıq. Bir dənə şey görürlər. Ölmüş bir heyvan cəsədi görürlər. Zahid deyir ki, nəcasətdir, murdar olub, toxunmaq olmaz, filan. Arif deyir ki, xəstəlikdir, filandır, alim deyək də, belə deyir. Aşıq deyir ki, əlhamdülillah, Allah görə onun dişlərini necə həyatına uyğun düzüb. Orada da bir nəsə nəyə axtarır, gözəllik axtarır. Aşığın hər halından bilinir nə var, nə yox. O biri tərəfdə ona görə zahidi desin, demirsən bəzi zahiddə. Bilirsən ki, zöhd məktəbində əql rəhbərdir deyə riyakarlıq eləmək olar. Amma yalancı aşıq olmur. Ya aşıq olur, ya da olmur. Arif. İrfan artıq tamam. Arif deyil deyir. Yəqin ki, yəni göstərir ki, filan, məsələn, hikmət-ü dünya mafiha bilən arif deyil. Bəli. Arif oldur, bilməyər dünya mafihanədir. Bəli, o həmən məsələ, bu bayaq mən dediyim məsələdir ki, irfanda həqiqətə gedib çıxsan, arif olursan. Burada Füzulinin dediyi söz təsəvvüf məsələləridir. Çünki irfan yolu ilə təsəvvüf yolu əslində ayrı-ayrı yollardır. Bəzi adamlar bunları bilirlər. Hər bilir ki, irfan yolu gedən təsəvvüfdür. Xeyr, müəyyən yerə gedir, müəyyən yerlərdən sonra ayrılırlar bunlar. O uzun bir bəhsdir, onun işimiz yoxdur. Amma arif odur ki, o yerə ki, gəlir, çatır, artıq onda fərqi qılmır məscid-i meyxanədən. Öyle bir dənə yerə gəlir ki, hikmət-i dünya və mafihanı bilmir.
Onun hikmətində onun işi yoxdur. Eşq qudur hər nə, gedir o eşqə də, eşq qudur hər nə varsa aləmdə. Elm bir qeyl-i qalmış ancaq. Elm ancaq qeyl-i qaldan ibarətdir. Əsas məsələ eşqdir. Yəni bənzəyir nəyə? Misal kimi çəkək. Bizə lazımdır ki, bu binanın üstünə çıxaq. Hə? Bunun üçün nərdivan lazımdır, pilləkan lazımdır. Binanın üstünə çıxandan sonra o mənzərə ki, gözünün qabağında açılır, sənə artıq nərdivan lazımdır. Çünki aşağı düşən deyilsən. Sən nərdivan çıxdı yadından. Nərdivan sənə lazım idi ora çıxana qədər, ora çatana qədər. Elmi lazımdır səni gətirsin eşqin astanasına. Əgər bir elm ki, sənə aşiq eləməyəcək, bir irfan ki, bir mərifət ki, səni gətirib ona aşiq eləməyəcək, bu tamam başqa, o təsəvvüfdür. Getdin, çıxdın başqa yerə. Arifin sonu aşiq olur. Ona görə deyir ki, mən ərəfəni əşəqəni. Kim məni tanısa başlayacaq sevməyə. Sevəndən sonra da ki, əsas odur ki, sevəsən. Yəni, ona aşiq olasan. Ona aşiq olandan sonra eşqidir hər nə varsa aləmdə. Bu kifayət, bu söz kifayət eləyir də. Artıq insan özünü unudur. Artıq özü üçün yaşamır. Onda dünyaya tamam başqa cür baxır. Necə ki, Kərbəla hadisəsi. Ki, ona faciə kimi baxanlara xanım Zeynəb salamun əleyha deyir ki, biz orada gözəllikdən başqa heç nə görmədik. Məsələ budur. Seyyid Əzim Allah rəhmət eləsin deyir, hər kim ki Hüseyn tək olmaz aşiq, zövqi ələmi səfanı bilməz. Nuş eyləməyəm, meyi bəlani keyfiyyəti Kərbəlanı bilməz. Yəni, aşiq olmasan, onun zövqünü anlamayacaqsan. Buna bir kiçik misal da çəkmək olar. Mən dəfələrlə bunu çəkmişəm ki, uşaq vaxtı bir yerə adamın qanayanda, əziləndə sesi götürərdi aləmi. Amma məsələn, topla oynayırlar, futbol oynayır, o da sevgi ilə, eşq ilə oynayır ki, ayağı qanayıb, nə bilim, dırnağı qopub, ayağı kəsilib, heç o ağrını hiss eləmir. Yəni, eşq cuşa gələndə o xırda-xırda maniyələr tamamilə itir. Seyyidə zöhd olsa əgər. Hə, o başqa şeydir. O artıq, bax, bir var ki, zahidlə aşiqi fərq qoyursan bir-birinə. Seyyid Əzimin o qəzəli ən sevdiyim qəzəldir. Başdan ayağa da təşbihlərin da kulminasiyası. Lə bün səfalda kim bağdayı nağbidən keçər, bağda pərəst digər onu görsə, şərabidən keçər. Zəxmili könlüm istə gör, nağbəki qəmzən ey pəri, keçdi cigərdən eylə bil, six kəbabıdan keçər, şiş kəbabdan keçən kimi. Və deyir ki, Seyyidə zöhd əgər səvab olsa, məhəbbətün günah. Deyir, ikisini qoysalar mənim qabağıma, zöhd və sevgi, eşq. Hansını götürərsən? Çünki axırıncı məqam eşqdir, onu götürərsən də. Deyir, əgər belə olsa, deyir, Seyyidə zöhd əgər səvab olsa, məhəbbətün günah, böyle günah üçün o 100 öylə səvabıdan keçər. Sanki sizin bayaqdan danışdıqlarınızı açır ki, o mən bir saatda danışdıqlarımı elə bir ki, 2 misrada deyir. Yəni, amma cəhənnəm, cənnət arasında qalsam belə yenə sevdim. Bilsən necədir? O mənim bütün dediklərimi ümumiyyətlə ləfz-i qalil mənaya kəsir şeiriyyat tutdu. 2-3 kəlmə ilə böyük məsələləri. Ancaq o demək deyir, amma mən bayaqdan danışdıqlarım elə boş-boş neydi. O olmasa, o şərh olmasa, açıqlama olmasa, sən onun dediyi o rəmzi işarələri səndən getmir. Ümumiyyətlə də bu oxucu o rəmzi işarələri başa düşməz. O şeirdə şərtdir bir dənə kəlməni belə. İrfani şeirləri adətən deyirlər, kimsə o şərh edilir. Amma daha çox harda effektiv olur? Bir mövzuda danışır insan. O mövzunu adi sözlə çatdırmaq o qədər də rahat olmur. Bir o sözlə deyə bilmir, sazla deyir. Şeirdə də bir rədif funksiyası daşıyır sanki o beytlər. Məsələn, siz danışırsınız, bəzi hallar olur ki, o beytlər də sizin danışığınız olmadan anlaşılmır.
bunu əvvələ salanda daha çox effektiv olmur. Amma beyti ki siz danışırsınız, sizin sözünüzə qüvvət olaraq hansısa beyt adamın yadına düşür. Bəli. Onda elə bir ki nöqtə oturur yerinə. Məsələn mənim illərlə beynimdə olan. Daşlar oturur yerinə. Hə, mənim illərlə əzbər bildiyim beytlər. İndi siz danışa hamısını demirəm. Amma özüm bayaqdan görürəm ki, həmin beytlər mənə daha çox aydın olur siz danışdıqca. Axtarırsan ki, görürsən bu nədir? Belə də bir şey var ki, məsəl üçün gedib özün görməsən, bilmirsən. Seyid Əzimin çox məşhur bir qəzəli var, çox qəşəngdir. Deyir ki, üzvün vəsfini etdim dünən bir aya qədər. Üzvün vəsfini etdim dünən bir aya, burada cümlə deyir. Görüm ki, şərhini vaiz bilər bir aya qədər. Moizə eləyən bunu bir ay şərh eləyə bilər. Deyir, dünənki gündə gün idi, bugünkü də gündür, vəli təfavutu var ərzdən səmaya qədər. Dedim, vüsalın üçün çox dualar eyləmişəm. Dedi, çatıbdı sənə, etdi gün duaya qədər, qəşəngdir. Orada bir dənə beyt var. Deyir ki, Səfai Kəbə-i Kûyün bular əmiri hərəm. Sənin səfalı Kəbə Kûyu və ətrafın o səfasını hərəmin əmiri belə tapa bilər. 100 ildə səy eləsə Mərvədən Səfaya qədər. Bu Kəbədə, bu Mərvə Səfa arasında səy var da. Bu Seyid Əzim deyir ki, tapa bilməz. Allah deyir, tapar. Hacər xanım eləyib tapıb, həcilər gedirlər, Səfa Mərvə arasında səy eləyirlər, tapırlar, sən xeyr ola, Seyid Əzim olandan olar, sən xeyr ola şəriətə xilaf çıxırsan bu məsələdə. Amma burada bir də incə məsələ var ki, Mərvədən Səfaya qədər deyir. Şəriət deyir ki, Səfadan Mərvəyə olmalıdır. Səy başlamalıdır Səfadan, üzü Mərvəyə, Mərvədən Səfaya. Bu yeri tərs deyir. Doğrudan da yer tərs olanda, 100 ildə səy eləsə, Mərvədən Səfaya qədər əməl batildir. Onu tapa bilməyəcək. Yəni, görürsən, belə şeylər də var ki, görürsən, orada gəlsən, orada satır adamın ağına ki, sən demə, bu Səfadan başlayıb Mərvəyə getmək lazımdır. Bu cür dasanda ləzzət eləyir onda. Praktiki olaraq açılır da. Ustadımız Hacı Ələmdar Mahirdə də var. Demə, meyxanəyə getmə, gedəcək imanım. Mən gedəndə ora imanımı atdım, gəldim. Xəlqin imanını gəlməklə şeytan aparır. Bu pəri çöhrədəndir ki, bəs iman aparır. Buna da bir aydınlıq gətirsəydiniz yaxşı olardı ki, iman da bildiyimiz qədər yaxşı şeydir. Və daha çox bayaqki mövzuya uyğun bir beyt deyim. Həm də təsəvvüf məsələsinə toxundunuz. Küfr zülfündən məni mən eyləyən layiq midir? Sufi, insaf elə, imanın gərəkməzmi sana? Bu da mübahisəli bir. Bəziləri deyir, məsələn, Füzuli sufi, görürsünüz sufini mömin hesab edib. Nəyə görə sufiyə deyir, imanın gərəkməzmi sana? İmanın olsun da, sən mənə xeyr ola bu şeyə salırsan ki. Əksinə tənqid edir də. İmanın sana lazımdır. Biz demirik, Allahın olsun. Yaxşı adama deyirik bu sözü. Bu da o cür deyir də. Gərəkməzmi sana deyir? Ha da, gərəkməzmi. İmanın sana, imanın yoxdur. Sabah qiyamət günü nə deyir? Yəni, imanı əldən verməklə, o mənada deyir. O ki, qaldı eşq və iman məsələsinə. Bayaq dedik ki, eşq hər şeyi sarır ətrafına, hər şeyi ilahi rəngə çevirir. İman sənə lazım idi ki, birinci şərtin iman etdə. Birinci şərt nədir? Əməl o, iman gətirsinlər. İman nə üçündür? Əməl-i salihə. Əməl-i salih olsun. İmanın nəticəsi odur ki, əməl-i salih olsun. Əməl-i salihin nəticəsi odur ki, filan olsun. Yavaş-yavaş filan olsun, filan olsun, filan olsun, ta ki gəlsin olsun müttəqi, təqvakar. Amma müttəqi olmaq, təqvakar, yəni təqvakar, yəni məsuliyyətli olmaq. O demək, hədəf budur, yox, hədəf budur, deyil. Allah Teala deyir, Quranı nazil eləmişəm ki, hudanlil muttəqin, müttəqiləri hidayət eləsin. Demək, hələ müttəqi hədəf deyil, hələ bunun hidayəti davam eləyir. Və insan ölənə qədər də davam eləyir bunu. Ta ki, can cismindədir, eşq davam etmədədir. Hələ ki, gedir.
Sadəcə olaraq iman yeri eşqə çevrilsin. Çevriləndə də iman olmur da, eşq olur. Bunun təzad deyirsən, təzadını necə başa salım? Misal üçün da Zilhiccənin 8 idi, Zilhiccənin 8-i, 2 gündən sonra Qurban bayramıdır. Bütün həccilər gəlirlər həccə. Zilhiccənin 8-də İmam Hüseyin əleyhissalam çıxır Hicazdan gedir hara? Kufəyə. Budur. İman nə deyir? Şəriət məsələləri nə deyir? Həccə get. Bir nəfər kişi çıxır deyir ki, Kəbənin ruhu Kəbədən ayrılır. Quru Kəbənin başına təvaf eləyənlər. Başqa bir mövzudur. Görürsən ki, bəzi məsələ, bayaq dedim, uşaq vaxtı futbol oynayırsan, fakt sənin ayağın qanıyıb, normal vaxtı sən əzilmisən, bu sənə təsir eləməlidir. Amma nədir? Təsir eləmir. Niyə? Ağrımır? Ağrıyır. Eşqi güc gəlib ona. Düzgün hədəfə getmək üçün bəzən məsələlər var ki, Allah Teala bizi imtihan eləyir. Uzun müddət səcdə edin mənə deyən Allah Adəmi yaradır, deyir ki, hamımız Adəmə səcdə edin. Bu deyə məsələ. İnsan bir varlığa eşqini necə göstərər? Onu sevənləri sevməklə. Həqiqətən də bir insanı sevirsə, əgər bu egodan doğan sevgi deyilsə, eşqi deyilsə, onu sevənlər də sevəcək. Məsəl üçün, Məcnun Leylini sevirdi, atası gəlmir, nəsiyyət verirdi. Ay oğlum, belə, filan. Baxır atasına, baxırdı ki, kimsən sən, hardan gəlmirsən? Mən belə kəlamə qılmazam cuş. Mən belə sözləri eşitmərəm. Mən belə kəlamə qılmazam cuş. Leyli mənə söylə, yoxsa xamuş. Yoxsa danışma, sakit ol. Yəni, sənə hansı mövzu ləzzət eləyər? Sevdiyin haqqında danışır mövzu. Onda bilinər ki, sən o mövzunda oradan da sevirsən. Əgər insan Allahın bəndəsidirsə və insanları sevmirsə, bəşəriyyəti sevmirsə, o Allahını sevmir, o özünü sevir. Canı kim cananı üçün sevsə cananı sevər, bu məsələdir. Əslində Allahı sevmək, onun məxluqatını sevib ona xidmət eləməkdir. Amma Allaha xatir. Birbaşa Allahın sevgisində də bir ego var. İnsanlara xidmətdə də bir ego var. İnsanlara da xidmətə də Allaha xatir. Allahı da sevməlisən, amma yenə Allaha xatir, özünə xatir yox. Bunların hamısında əsas o eşq rol oynayır. Amma zahirdə bəzən olur ki, elə bir iş görməli olursan ki, yenə deyirəm, zahirdə baxanda görürsən ki, yox, bu düz gəlmədi axı. Hamı gedir həccə, sən gelirsən Kufəyə, xeyr ola. Amma görürsən, el olur ki, Kəbəni xilas eləmək üçün Kufəyə getmək lazım olur. Bəlkə də həcci əsl icra edənlər idi, İmam Hüseyin əleyhissalama qoşulub gedənlər ki, o yalansız zahidlər, yox, bəlkə də həcclə çatmışlar. Qalmasına xidmət eləyərdi. Çox deyərsən ki, o nə deməkdir, onsuz da bunlar getdilər, şəhid oldular da, nə oldu ki, yox, olan elə şəhid olmasının sayəsində həcc qaldı yerində. Bunun bariz nümunəsi də odur ki, Yezid dəfələrlə Məkkəli, Mədinəni yerlə yeksan eləyir. Kəbə evini yandırır. Bunu eləyən adam məlum məsələdir ki, bunun məqsədi nə idi də. Hacı, siz danışdıqca Leyli Məcnundan da stat getirirsiniz, digər irfani şeirlərə də, ümumiyyətlə klassik ədəbiyyatı nəzər salanda görünür ki, bir məhəbbət mövzusudur. Amma içində Allah bəndə arasında gedən münasibətdən söhbət gedir.
Nəyə görə irfani şeir yazanlar daha çox bu mətləbləri çatdırmaq üçün qadın kişi mövzusunu götürürlər obraz olaraq, aşiq məşuq obrazı olaraq. Ata bala götürmürlər çox vaxt, ya ana oğul götürmürlər, ya bacı qardaş götürmürlər, dost az götürürlər, düzdür işlədiblər. Nəyə görə məhz bu oğlan qız məhəbbətinin üzərində bu eşqin nə olduğunu izah edir? Əslində özün cavab verdin ona. Onları da götürürlər. Məsəl üçün misal gətirək də, Füzuli Hadiqat-ı Süəda da yazıb da. Hadiqa bağça deməkdir. Bağça. Bağça, o sözümdən özünü deyimsə, hadiqa bağçaya deyirlər. Niyə görə bağçaya hadiqa deyirlər? Hadiqa onu o yerə deyirlər ki, orada həmişə su olsun. Bağçada su olmasa gül çiçək olmaz, düzdür? Bax, göz də suyun içərisindədir. Göz hadaqa ondandır. Göz suyun içindədir. Hadiqa ondandır. Hadiqatı Suada. Suada Səidin cəmidir. Səid də xoşbəxt deməkdir, səadətsiz. Suada xoşbəxtlərin bağçası. Orada ata-oğul məhəbbəti də var, ana-bala məhəbbəti də var, bütün sevgilər var. Amma hamısı qarışır gəlib bir dənə ilahi eşqə. Belədir. Amma deyirsən ki, əksəriyyəti kişi-qadın sevgisindən. Çünki insanların əksəriyyəti bu sevgini yaşayırlar. Bu sevgini yaşayırlar. Və insanların əksəriyyəti hələ bu sevgi ilə, bu sevgini yaşayırlar, yox o öz yerində. Bu sevgi ilə yaşayırlar. Əksəriyyət ki, bunu görür deyə, ona görə klassiklər belə bir fikir irəli sürürlər ki, bu cür nə də olsa, deyir ki, ey nəşət-i hüsni eşqə təsir qılan, Allaha deyir, Leyli Məcnun'da Füzuli. Ey nəşət-i hüsni eşqə təsir qılan, eşq ilə binayı kövni təmir qılan, Leyli sər zülfini gireh-gir qılan, Məcnun həcm boynuna zəncir qılan. Yəni biz buradan, baba, adi, bu uşağın məhəbbəti var, bir səhv qız oturdu, bir səhv oğlan filan, cəm oldu behişdə, hura qılman, bu cür nəşə bir uşaqların məhəbbətini gətirir, çıxartır ilahi bir sevgiyə. Ona daha çox cəmaat müraciət eləyir deyə ən gözəl variantı da ki, insanları ilahi sevgiyə çəkməyə. Çünki bu bu sevgi də normal sevgidir. Bunu yaradan var. Bu özü gözəldirsə, bunu yaradan gör necə gözəldir. Və bu sevginin özü də səni yaradana aparmalıdır. Və o deməkdir ki, insan sevməməlidir, falan olmamalıdır. Yox, burada bir estetik bir gözəllik var, zahiri bir gözəllik var. Füzuli özü dibacəsində deyir ki, mən ona görə belə yazdım ki, zamanımızda aşıqlar da var, ariflər də var. Zahirindən aşıqlar zövq alır, batinindən ariflər. Yoxsa ki, axı biz dəfələrlə danışmışıq da, Füzuli o adam dövrdə. Ki, məsələn, qadın, qız, belə filan, onu keçib da Füzuli. Leyli Məcnun'da zaten deyir, o heç. Amma deyir, bunları bəhanə eləyirəm, səndən danışıram. Bunları bəhanə eləyib səndən danışıram. Məsələ odur. Hacı, bəhanə eləyib nəsə deyək. Sizdən şeir özüm çox istəmirdim ki, həm danışığınızdan bəhrələnək. Şeirlər kitabda var, şükür Allaha, kitabdan da tamaşaçılarımız alıb əldə oxuya bilərlər. Amma onu bilirəm ki, etiraz eləyəcəklər və qınanacaq heç şeir olmasa da. İstəyərdik bir şeir. Təbərrüksün bir dənə deyək də. Kimin aləm içrə sən tək belə məhliqası yoxdur. Kimin aləm içrə sən tək belə məhliqası yoxdur. Elə bil ki, tul ömrün azacıq səfası yoxdur. Mənə sən cəfa-u kərəm qıl. Əvəzində can verim mən. Yəni can qədər əzizim, bu işin bahası yoxdur. Məni bi kəsin kəsisən. Kəsi kimsəsizlərin sən, səni aşina bilirlər.
kimin aşinası yoxdur. Belə hüsn ilə öyünmə, mənim eşqim ilə fəxr et. Sənə çox da aşiq, amma belə can fədası yoxdur. Sənə kim desə cəfakar o kəs anlamır, nədir eşq. Duya bilsə gər səfani, deyəcək cəfası yoxdur. Dəli olmusanmı ey dil belə meyl edirsən eşqə? Bu yolun var ibtidası, vəli intihası yoxdur. Özün aldadır bu könlüm, əl üzüb küsür cahandan. Əvəzində qəsdi sənsən, əcəb iştihası yoxdur. Oturub durub bu dəhrə niyə bivəfa deyirsən? O qalır gedənsə sənsən, de kimin vəfası yoxdur? Niyə azəri qoyursan bu qədər vüsalə həsrət? Nə gərək cəfaçı dünya, bugünün sabahı yoxdur. Təşəkkür edirik. Allah salamat etsin. Əziz tamaşaçılar, cəfaçı dünyada səfa ilə ömr etməyiniz arzusuyla sizə eşq dolu ömür arzulayırıq.